Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. Hər vaxtınız xeyir olsun, əziz xanımlar və cənablar. Xoş gördük hər birinizi. Mən Kamran Yaradan Quliyevin təqdimatında həftə içi 5 gün yayımlanan İşinin Adamı layihəsi başladı. İşinin Adamı. Hər dəfə efirimizdə maraqlı qonaqlarla həm söhbət oluruq. Müxtəlif sahəni əhatə edən dəyərli iş adamları, işinin adamları bizdən birlikdə olurlar. Bugün də istisna deyil və bugün də işin adamı studiyamızdadır. İşinin Adamı studiyadadır. Səvə-səvə biz hər dəfə efirdə dili haqqında danışdığımız Unique şirkətinin fəaliyyətinə toxunacağıq. Amma ən yaxşısı elə şirkətin qurucusu, təsisçisi Coşqun müəllim bizdən həm söhbət olsun. Coşqun Məmmədli, salamlayırıq sizi. Xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun Kamran və minnətdaram dəvətiniz üçün də. Biz təşəkkür edirik. Dəvətə görə də, daha doğrusu dəvəti qəbul etdiyinizə görə, iştirakınıza görə və bundan sonra da bizi maarifləndirəcəyiniz məqamlara görə. Coşqun bəy, deməli belə bir məqam var. Efirimizdə bir neçə hissə mövcuddur. Onlardan biri odur ki, ilk olaraq bir şirkət haqqında məlumat, sonra ümumiyyətlə hər bir şirkətin özünün spesifik tərəfləri olur. Hər bir xidmətin və yaxud məhsulun. Biz, qonaqlarımız həmişə işinin peşəkarları, real təcrübə sahibləri olduğuna görə çalışıq mövzunu onun üzərindən quraq ki, insanları maarifləndirək. Və şükür Allaha zaten hamımızın bəlli bir belə sadə dildə dolanışığımız var. Müəyyən bir müştəri kateqoriyamız var. Amma bizim artıq elə bir dönəmimizdir ki, biz gəlin maarifləndirək, öyrədək ki, bildiyimizi bölüşək ki, insanlar yanılmasınlar, yanlış şəxslərlə çalışmasınlar, nə əsəbləri getsin, nə pulları, nə də ki zamanları. Və bu sahədə uniforma mövzusunda Unique şirkətinin çox möhtəşəm təcrübəsi var və o təcrübə yalnız ondan ibarət deyil ki, bir forma götürdüm, bunu istehsal etdik, tikişini vurduq, sizə verdik. Burada çox fərqli detallar var, təhlükəsizlik mövzuları və s. Ətraflı Unique-dən başlayaq danışaq. Buyur. Sualınız üçün çox sağ olun Kamran bəy. Unique şirkəti ümumiyyətlə korporativ geyim dəstləri istehsal edən bir Azərbaycan markasıdır. Biz bunu markalaşdırmaq uğrunda bir yoldayıq, addımlayırıq müəyyən qədər. Maksimum dərəcə çalışırıq. Artıq məncə bunu bizim müştərilərimiz, bizim dostlarımız artıq bunu kənardan baxaraq bizə bildirə bilərlər. Amma bizim öz mövqeyimizdən baxası olsaq, təbii ki, biz maksimum dərəcədə əlimizdən gələni etməyə çalışırıq. Biz işçi geyimləri istehsal edirik. Yəni biz istehsalçıyıq. Heç bir kənardan idxal eləmirik. Öz müəyyən yallarda öz yerli parçalarımızdan, müəyyən baxlarda da ki, xammal olaraq xaricdən gələn xammallardan istifadə edirək. Geyimləri özümüz burada istehsal edirik. Fabrikimiz var burada. Bildiyiniz kimi Saray qəsəbəsində yerləşir. Hardaydı? Saray qəsəbəsində gəlib çıxa bilmədim də mən orada. Mən də adımı dost qoymuşam, görürsünüz. İnşallah sizi ən yaxın zamanda hətta biz yeni bir istehsal yeri də hazırlamışıq. Nə yaxşı. Şəhərin mərkəzinə doğru ki, yəni biraz yol baxımından rahat olsun, həm də ki, müştərilərimiz daha rahat gəlib istehsal ərazimizi nümayiş edə bilsinlər. Bizim showroomumuz da var, mağazamız da var. Siz hətta dəvət eləsək də siz orada gəlməmisiniz. Yox. Mənə böyük hərflərlə, yəni siz əgər məndən incəsəz, tam belə haqqınız var. Desəm ki, Ağşəhərə yolun düşmür, düşür. Kofe içməyə gedəndə yaxşıdır. Birdən belə gelib buradan Unique-ə dəymirsən Kamran. Görürsünüz? Məncə siz ümumiyyətlə iş birliyini saxlayın mən. Bizim Ağşəhər mərkəzi Bulvar 5 ünvanında yerləşən bir showroomumuz da var. Hətta bunu deyə bilərəm ki, ölkədə ən belə qeyri-adi, ən belə fərqli üslubda, özünə məxsus bir üslubda olan bir showroomumuz var. Görüntülər də görsənir. Bəli, görüntülərdə də görsənir. Amma həm də istehsal. Aha, nədir bu fərqli dediyimiz showroomda? Fərqli bir yanaşma eləmişik. Görüntü olaraq, yəni bir marka olduğunu hiss etdirməyə çalışırıq. Bunu həm mağazamızda, həm showroomumuzda, həm də ki, istehsal ərazimizdə. Yəni birinci öz işimizə olan diqqəti, sevgini göstərməyə çalışırıq ki, müştərilərimiz. Sonra göstərdiyimiz xidmətdə bu seçilsin və bilinsin. Onun üçün bu məqsədimiz bu olubdur həmişə. Ümumiyyətlə, çox ciddi şəkildə açıq-aşkar hiss olunur ki, siz artıq maksimum brendləşməyə, markalaşmağa doğru irəliləyirsiniz, addım atırsınız. Bu təqdirə layiqdir, alqışa layiqdir, əhsən. Ümumiyyətlə, bu istiqamətdə hal-hazırda hansı mərhələdəsiniz? Hansı işlər görülür?
Zaten bu Unique markasını mən düşünəndə onun adından da görsəz ki, yəni çox fərqli bir ad, ona bir branding eləmiş, naming eləmiş. Əməli naming eləmiş. Hətta onun brendingləri hər bir şey hazırlanıbdı əslində. Bu yola çıxarkən məqsədim tək ölkə daxilində yox, ən böyük məqsədimiz xarici bazara çıxmaq idi. Yəni burada birinci istədiyimiz Türkiyə bağışlayın biraz yox, Amerika bazarına, yəni biraz Avropa tərəfə çıxmaq. Təki hamısı belə də dili dolaşanda təzədən belə Amerika kimi böyük hərflərdir. Biz hətta bunun üçün müəyyən addımlar da atmışıq. Əlimizdən gələni etməyə çalışırıq. Amma bu biraz çətin bir yoldur. Çünki burada artıq xarici bazara çıxanda çox detallı bir şəkildə üzərində işləmək lazımdır. Bunun ən xırda aksesuarından başlayaraq ən belə modellərinə doğru, keyfiyyətinə doğru hər bir şey incəliklə yoxlanılaraq bu xarici bazara çıxa bilər. Biz ilk addımları atmaya başlamışıq artıq Amerikada bir şirkət qurmuşuq bununla bağlı. Bizim Türkiyədə də bir firmamız var. Yəni ki oradan biz Avropaya, Afrikaya yəni məhsul ixrac edə bilirik oradan. Oradan da Afrika və Avropanın müəyyən ölkələrinə. İndi bu uniformaları hər halda istehsal edəndə ölkələrə, qitələrə görə də dəyişir də. Yox, bunun isti ölkəsi var, soyuq ölkəsi var. Burada da belə detallar var da. Uniforma təbii ki o soyuq isti məsələsi bu tək başqa ölkələrdə deyil ki, başqa qitələrdə deyil. Azərbaycanda da var. Yay qış sezonu var. Buna uyğun geyimlər də zaten ona görə tənzimlənir. Eynisilə orada da sadəcə bəzi isti ölkələr var ki, orada artıq geyimlərdə müəyyən detaylar var ki, orada onlardan istifadə etmirik. Məsəl üçün belə deyək də, normalda bütün işçi uniformalarının, işçi geyimlərinin tərkibində biz poliester parçaların tərkibində poliester material olur, yəni ondan istifadə olunur. Amma isti ölkələrdə artıq bu olmaz, yəni ancaq pambıq parçaları. Çünki günəş altında 40 dərəcə, 45 dərəcə üzərində olan ölkələrdə artıq orada olur. Məsələn biz bunu Afrikaya bir dəfə mal satanda, yəni biz müştərimiz də bu məsələ problemi yaşamışıq. O əslində istəmişdi bizdən ki, yəni standart hansı qaydalar, hansı formada istehsal etsə göndərir. Daha sonra biz bunu bildirsək də o təcrübədən keçdikdən sonra bizim fikirlərə qəbul edir ki, bəli, doğrudur, isti olduğu üçün pambıqdan istifadə etmək lazımdır maksimum. Əməli bu detallar var uniforma mövzusunda. Özbəkistana getməmisiniz? Özbəkistana yox, Özbəkistana da inşallah ki 2026-cı ildən artıq ilk aylarından artıq planımız da var. Bunu planlamışam. Getmisiniz heç? Belə gedib baxıb gəzib gəlmisiniz yoxsa hələ yox? Yox, hələ heç baxmamışam. Çünki bir yerinə ticari bir düşüncəm yoxdursa, yəni orayla vaxt itirməyi heç zaman düşünməmişəm də. Yəni. Amma artıq Özbəkistanda bir qərar, demək olar ki bir 50-60% qərarını almışam. Artıq Özbəkistanda da bir mağaza istəyirəm ki, orada da bir mağazamız olsun. Hətta yəni tək ixrac eləməyə, hətta mağazamız orada olsun. Bizi orada tanısınlar. Böyük ehtimal ki 26-cı ilin 1-2-ci aylarında artıq bu prosesə başlayacağıq. Biz 3-4 ay əvvəl elə orada şirkət qurduq. Bununla bağlı sizə çox yaxşı tövsiyələr verə bilərik. Osmanlı Konsaltika müraciət tövsiyə eləmək olar. Ümumiyyətlə orada ciddi Azərbaycanlı iş adamları var, dostlarımız var. Yəni Marshall qrupdan tanıdığımız dəyərli qardaşları var. Yaxşı bir mühit yaranıb. Özbəkistan Azərbaycan nə qədər belə isti münasibət bəsləsə də, amma yenə də qürbət-qürbətdir. Coğrafi sərhədi keçəndən sonra bir qərib hisslər insanı bürüyür. Orada çox gözəl bir dəstək xarakteri formalaşıb. Bütün Azərbaycanlı iş adamları qalmağından tutmuş, bank hesabı açılmağı, maksimum çalışırlar ki, bir-birinə dəstək olsunlar. Çünki elə hamısı belə əziyyətlə qazanan dostlardır da. Korporativ geyimlərdən danışırıq bugün. Ümumiyyətlə, korporativ geyim nə gözəl. Çox vaxt çox təəssüflər olsun ki, şirkətlər buna fikir vermirlər də. Amma nəyi biz nəzərə almalıyıq? Bax, korporativ geyimdə xüsusi olaraq vizuallıq mı önəmlidir, təhlükəsizlik mi önəmlidir, əməkdaşın minimum və ya maksimum deyək, rahatlığı mı önəmlidir? Siz nəyi tövsiyə edirsiniz? İşin bilicisisiniz də siz. Ümumiyyətlə Kamran bəy, mən bu fikri həmişə bildirmişəm. Yenə də burada da bildirmək istəyirəm. Dinləyicilərimiz də eşidirək də yəni bu sözümüzü. Dünyanın hər yerində, ölkəmizdə də, hətta dünyanın hər yerində də biz hansısa bir istehsal ərazisinə və ya da inşaat olsun, fabrik olsun, restoran. Yəni ilk qapıdan girəndə bütün hər yerdə yazılan ilk söz budur ki, ilk öncə təhlükəsizlik. Düzdür. Bunun da məqsədi ki, təhlükəsizlik də hardan başlayır? İşçi geyimliyindən. Burada başlayır geyimlərdən
fərdi mühafizə vasitələridir, ayaqqabıdır, kaskadır, eynəkdir, əlcəkdir. Yəni bunlardan başlayır. Ona görə maksimum dərəcədə geyimlərə üstünlük verilməlidir. Çünki ən birinci səbəb üniforma işçidə disiplinlik yaradır, öz işinə məsuliyyət. Çünki bir işçi səhər məsələn işə gəlir. Artıq o işə girəndə o ab-havanı hiss eləməsə, üniformasına və əyninə geyinib işə başlayanda artıq o bilir ki, iş mühitindədir və iş üçün gəlibdir. Yəni birinci növbədə budur. Disiplin buradan başlayır. Ondan sonra ərazidəki o işçilərin üniformanın özəlliyi nədir? Rənglərinə görə fərqlidir. Siz diqqət etsəniz, üniforma rəngləri həmişə belə gözə çarpan rənglərdən istifadə edirlər. Neon sarısı olur, neon portağal olur, qırmızı rəng olur. Yəni bu şəkildə ən azından üzərinə bir detallar əlavə olunur ki, formaların ki, onlar ərazidə seçilə bilsinlər. Hər bölmələri ayıra bilsinlər. Bir bölmə başqa bölmədən ayrılsın. Kənardan idarəçi və yaxud da ki, təhlükəsizlik sətəm deyilir. Yəni bunlar, onlar artıq əraziyə baxanda o bilsin ki, heç bir işçi, heç bir bölmə bir-birinə qarışmır. Sonra burada çox ciddi məsələlər. Sonra burada digər rənglərdən də istifadə olunması da var burada. Məsəl üçün tünd rənglərdən və açıq, ən çox bizdə üniformada Azərbaycanda, yəni dünyada ümumiyyətlə çox istifadə olunan boz rənglərdir. Bir də tünd göy rəngidir. Yəni bunu da işin sahəsinə görə seçmək lazımdır. Məsəl üçün tozla işləyən ərazilərdə, açıq ərazilərdə ən çox da belə işləyən insanlara boz rəngdən istifadə edirlər. Çünki toz üzərində bilinmir və günəş enerjisinə daha dözümlü olur boz rəng. Yağla işləyən, qapalı ərazidə işləyən, yağla işləyən, nə bilim, qaynaq işləri görənlərdə amma isə yəni onlarda tünd rənglərdə istifadə edirlər ki, yağ ləkələri və o yanıq ləkələri üzərində çox bilinmir, his ləkələri üzərində bilinməsin. Yoxsa adam bütün özünü belə əhvalsız hiss eləyər də ki, sanki üzərim çirklənib, amma tünd olmağı yaxşıdır. Çox dəyərli məlumatlardır və danışdığınız məqamlar bəlkə də qulağa sadə, amma çox təcrübənin danışdığı mövzulardır bunlar. Əziz dostlar, bir daha mən bildirmək istəyirəm ki, Coşqun müəllim qonağımızdır. Uniq şirkətinin rəhbəridir. Hansı ki, Azərbaycanda məhz uniforma deyəndə ağla gələn ilk şirkətlərdən biridir Uniq. Digər dostların da indi haqqına girməyəm, amma Uniqin əməlli bir fəaliyyəti var. Hətta müəyyən bir müştəri bazası deyil onların ehtiyacı. Şirkəti daha da qurumsal, korporativ edib qlobala da çıxmaqdır və bu istiqamətdə də addımlar atılır. Və Coşqun müəllim qəşəng vurğuladı ki, ilk olaraq təhlükəsizlik həqiqətən belədir və istərdim ki, bir neçə məlumatı Uniqdən sizə bölüşüm, sizdən tanış edim. Ümumiyyətlə, iş mühitində təhlükəsizlik hər şeydən önəmlidir. Ona görə də sahəyə uyğun təhlükəsizlik formalarına istifadə olmadıqda işçiləri biz risklər ata bilərik və əməkdaşlar risklərlə üz-üzə gələndə həm fiziki xəsarətlər ala bilərlər, həm də ki, istəsə qeyri-standart bir şərait yara bilər. Ona görə də bu şəraiti arada qaldırmaq üçün həm də rahat bir uniforma olmalıdır. Uniq uniforma bu işdə bizə kömək edir. İş mühitində də nizam-intizam yaratmağa, məhsuldarlığı artırmağa bizə dəstək olur. Unutmayın ki, təhlükəsizlik formalarına ayırdığımız büdcə yalnız qanun qarşısında borcumuz deyil, eyni zamanda əməkdaşlara verdiyimiz, öz işimizə verdiyimiz dəyərdir. Əlaqə nömrəsi 051 516 43 33. İşinin adamı davam edir. İşinin adamı. Bir daha yeni qoşulanları, dinləyiciləri, izləyiciləri salamlayıram. Mən Kamran Yaradan Quliyevin təqdimatında həftə içi 5 gün yayımlanan İşinin Adamı layihəsini həm izləyirsiniz, həm də dinləyirsiniz. Bugünkü efirimizin qonağı Uniq şirkətinin rəhbəri Coşqun Məmmədlidir. Efirimizdədir qonağımız. İşinin adamı studiyadadır. İşinin adamı studiyadadır. Elə işinin adamını bir fürsətdən yararlanıb tapmışkən biraz həm söhbət olaq. Yenidən Coşqun, yeni qoşulan dinləyicilər biz hər zaman nəzərə alırıq. Çünki hər saniyə dinləyicilərimizin sayı artır. Özü o işdən çıxma saatına getdikcə. Bugün də bilməm də belə inciməyin, dırnaq arası deyim, maşallah olsun. Çünki bir dənə tıxaclar bizə sərf eləyir. Çünki dinləyici daha da çoxalır. Yeni qoşulanlara biraz şirkət haqqında danışaq. Uniq şirkəti yenə də təkrar bildirək ki, işçi geyimləri, korporativ geyim dəstləri istehsal edən bir Azərbaycan markasıdır. Biz yerli istehsalçıyıq. Həm bütün sahələr üzrə iş geyimlərini istehsal edə bilirik. Burada inşaat olsun, istehsalat olsun, fabrik, restoran, tibb məntəqələri, özəl məktəblər üçün geyimlər istehsal edirik biz.
bütün xam mallar hamısı özümüzdən və ya da müəyyən qədəri Türkiyədən və ya da ki xaricdən ixal edirik. Amma bütün istehsalat tərəfi özümüzə məxsusdur. Aydındır. Mənim bugünkü efirimizdə Uniq şirkətinə bir neçə suallarım var. Onlardan biri budur ki, ümumiyyətlə şirkət üçün düzgün geyim dəstini seçməyi nə dərəcədə vacibdir? Bu həm də birbaşa əhvala təsir eləyir də. Bax, burada nələrə fikir versin? Əməkdaşın əhvalı olmayanda işlər yaxşı getmir. Çox əslində Kamran, çox yaxşı bir sualdır bu. Çünki uniforma sektorunda bu biraz incə mövqe daşıyır. Çünki bəzən sifarişçilər, müştərilərimiz geyim sifariş edən zaman sadəcə öz tərəflərindən baxırlar da ki, bu sahəyə bunu uyğundur, bu olsun, bu olsun. Amma mən hər zaman təklif edirəm ki, işçinin günlük geyimlərinə uyğun olmalıdır, rahat olmalıdır. Çünki dəfələrlə təcrübəmdə gördüyümdən deyim ki, bəzən işçilərə onların istəmədiyi və ya da uyğun olmayan bir geyimi verirlər və işçi bunu ilk üst çevirdiyi zaman şirkətləri çıxardır, üzərindən atmaq istəyir. Çünki rahat olmur. Yəni işçi geyimi maksimum dərəcədə rahat olmalı ki, o sevərək geyinsin bunu. Hətta biz bir dəfə bir şirkətlə bunun böyük bir belə deyim də məsləhətləşməsini də eləmişdik ki, onlara mən bir də fikir bildirdim ki, siz billboardlarda məsəl üçün reklam üçün müəyyən qədər bir büdcə ayırmısınız. Amma öz işçilərinizə üzərində sizin köynəklərinizin üzərində sizin loqo ilə işçiləriniz geyinib şəhərdə gəzsə, bu daha da çox reklam olur. Çünki işçi hər tərəfə gedir. Market, metro, nə bilim, yəni çox ərazilərdə, yəni normal gündüz gəzir. Biz bunun üzərindən getdik və onlara bir köynək hazırladıq. İşçilərin tam günlük geyimindən rahat olsun deyə. Bir aydan sonra mən ondan artıq müəyyən yerdə şəkillərini çəkib atırdılar ki, həqiqətən də işçilər bunu işdən çıxandan sonra da üzərindən dəyişmirlər. Yəni bu köynəklərdən istifadə edərək gəzirlər. Ona görə maksimum dərəcədə buna diqqət eləmək lazımdır. Təbii ki, iş sahəsi də önəm daşıyır. Bayaq da bunu bildirmişdim mən sizə ki, rəngləri düzgün seçmək lazımdır ki, yağlı və yaxud da ki, hisli ərazilərdə işləyən işçilərə tünd rənglərdən, günəş altında işləyən və tozlu ərazilərdə işləyən işçilərə isə açıq rənglərdən istifadə etmək lazımdır. Bu mövzulara toxunacağıq. İcazənlə bizim digər dostlarımıza təşəkkürümüz var. Var icazə? Sponsor məlumatı. Əziz dostlar, Estet Engineering'dən danışmaq istəyirəm. Estet Engineering 1997-ci ildən bəri enerji həllərində etibarlığın sinonimidir və yüksək texnologiyalı avadanlıqların satışı, servisi layihələndirilməsindən açar təslimə qədər tam peşəkar xidmət verir şirkətin Azərbaycanda nümayəndəsi olduğu bir çox dünya şirkətləri var. Onlardan da biri Landrak kabinetləridir. Məlumat mərkəzləri sənaye obyektlərində avadanlıqların təhlükəsizliyi, səmərəli və nizamlı idarəsini təmin edir. Türkiyənin Eskişehir şəhərində 20 min kvadrat metrli zavodda istehsal olunan Lande davamlılıq, funksionallıq və müasir dizayn ilə bir araya gəlir. ISO 9001 keyfiyyət sertifikatı və innovativ yanaşması ilə Lande texnologiyasını inkişaf edən dünyası üçün ümumiyyətlə bugünkü müasir çağdaş dövrümüzdə etibarlı infrastruktur həlləri təqdim edir. 012 ilə 497 17 16 və 051 ilə 205 45 45 onların əlaqə nömrəsidir. Sponsor məlumatı. Ümumiyyətlə, hər bir şirkətə xüsusi olaraq düzgün maliyyə, mühasibatlı kadr seçimi qurulmalıdır. Hətta lisenziyalar düzgün olunmalıdır. Ona görə də Unilegal Consulting-dan danışaq. Azərbaycanda hüquq sahəsində həm peşəkarlığı və ümumiyyətlə yüksək səviyyəli xidməti, peşəkar komandası ilə seçilən şirkətlərdəndir. Lisenziya və icazələrin alınmasında hüquqi dəstək, şirkət, filial təsis olunması, mühasibatlıq, maliyyə nəzarəti, vergi məsləhətlər, kadr işi, mövcud sənədlər, tenderlər üzrə adınızı bir çox şirkətdə xidmətlər var. Ən yaxşısı əlaqə saxlayın 070 216 91 91 nömrəsi ilə və ətraflı məlumat əldə edin. Həm də ki, qonağımızın önündə biz bir dənə qəşəng qutu görürük. Bu parfümaza məxsus olan bir markadır. Deməli,
Coşqun bəy, bu Parfümaz brendi adətən deyirik Azərbaycan markası dünyada. Bu yox, dünya markası Azərbaycanda, bu dəfə əksinə də Azərbaycan markası dünyada. Kənarda yazılan bütün ünvanlar hal-hazırda dünyada onların olan ünvanlarıdır. 2 dənəsi hələ Azərbaycandadır və Black Friday ənənəsindən ətirli Friday fürsəti başlayıb Parfümazda. Bütün ətirlərə, premium ətirlərə düz adlarına görə dəyişir. 20%-dən başlayan indirimlər var. 077 815 0002 077 816 0002. Bugün qonağımıza da hədiyyə etdik Parfümaza. Təşəkkürlər. Efirimiz isə davam edir əziz dostlar. Bugün nəzərinizə çatdıraq ki, Coşqun Məmmədli qonağımızdır. Uniq şirkətinin rəhbəri. Bugün uniformalardan danışırıq. Uniq şirkətinin fəaliyyətindən daha çox Coşqun müəllimin istəyi odur ki, sizi maarifləndirsin. Və əziz sahibkarlar, diqqət yetirək. Çünki Coşqun müəllimin təcrübəsi bugünə qədər deyə bilər ki, hansı məqamda təhlükəsizlik təmin oluna bilər, hansı məqamda əməkdaşın uniform əhvalına yaxşı təsir edə bilər, hansı məqamda isə onun rahatlığı göz önünə gələ bilər. Belə, davam edək və bir daha nəzərinizə çatdıraq ki, işinin adamı start götürüb öz sürəti ilə davam edir. İşinin adamı. Belə bir sualımız var. Bu sual ondan ibarətdir ki, Coşqun müəllim, adətən texniki tərəfdən baxası olsaq, korporativ geyimdə ən böyük səhvlər harda olur? Bunun materialında mı, rəngində mi, ölçüsündə, dizaynında? Bugün bazarda nəyi daha çox səhv edirlər? Bu seçimlə bağlı bir məsələdir. Yəni bu geyim uniform elə bir şeydir ki, belə geniş baxaqdan mövzuya. Bunun üzərində çox detal var. Ən çox nüansda, yəni biz belə deyək də, mən normalda parça istehsalçısı deyiləm, biz hazır geyim istehsal edirik də. Amma yəni ilk başlayan problemləri onun parçadan başlayan şeydir. Ona görə bu hətta sizin işinizə təsir eləyir də. Təbii ki, çünki yəni bunu müştərilər də bunu düzgün seçə bilmirlər. Məsələn, gəlib müştərilər təklif edir ki, bu parçalardan bu olsun. Deyir, mən imenli bunu istəyirəm. Biz ona izah eləyirik. Təkidlə də deyirik ki, yəni, bu olmaz sənin üçün, bu olmalıdır. Amma deyir ki, yəni, müştəri də zaten bir yerə qədər biz öz təklifimizi veririk. Sonra artıq müştərilər məcbursan ki, onunla razılaşasan. Amma öz təcrübəsindən keçdikdən sonra yəni, bunu tez bir zamanda görürük. Çünki bu parçanın texniki tərəfini biz bilə bilərik. Əslində bu siz necədir? Çox elə bil ki, o sizə sərf eləyir deyə elə deyirsiniz. Əslində siz necədir? Bəzən müştərilərə də mən bunu bildirirəm. Hər işin öz adamı var. Hətta yormayın da. İşin adamı da bugün buradadır. Yəni biz uniforma istəyiriksə, bizə sadəcə onun istifadə olunacağı yer, bir də ki, ölçüləri bizə bildirdikdən sonra biz zaten onun ən uyğunu olan nədirsə, biz ona təmin etməyə çalışırıq. Amma mümkün qədər yəni buna şirkətlər yəni bunun üçün özlərini yormasalar daha yaxşı olar. Çünki bunun üçün zaten bir ödəniş edirlər və bu ödənişin qarşılığında bir xidmət almalıdırlar. Ona görə onlar sadəcə yeri və ölçülərini sahəni və ölçüləri bildikdən sonra zaten biz bunu təmin edə bilirik. Amma bizim sahədə çox müdaxilə olur. Marketinq, sətan, ondan sonra rəhbərlik, işçilər HR bir tərəfdən, direktor, təsisçi, hərə bir avaz çəkir. Hərə bir tərəfdən öz fikirlərini bildirəndə artıq burada qarışıqlıq da yaranır. Ona görə mən bizim gördüyüm ən çox budur ki, yəni müştərilərimiz tərəfdən, yəni onlar öz istəklərini bizə yönləndirsinlər. Sizlə baxın, ən doğrusu hansıdır? Şirkətdə və ya qurumda hansı şöbə sizlə danışmalıdır? Bunu bizdən danışmalıdır. Əslində satın alma departamenti danışmalıdır. O bütün məlumatları almalıdır. Çünki bizə sifarişi yönləndirən tərəf olduğu üçün onlar onu danışmalıdırlar. Sadəcə bizim də bir reallığımız var ki, bizim ölkədə bütün hər şey rəhbərlər tərəfindən təsdiq olunmalıdır deyə. Müəllim baxsın, müəllim desin, müəllim görsün. Müəllim desin. Ona görə də həm bu prosesi biraz zamanını uzadır, həm də ki artıq fikirlərdə müəyyən qədər dəyişikliklər yaradır. Belə əslində dərindən açaq deyə. Bizim biraz yaralı tərəfimizdir, belə deyək də. Müəllimlər. Bu mövzu amma maksimum dərəcədə çalışırıq ki, əlimizdən gələni edək ki,
Heç bir nə biz tərəfdən, nə qarşı Valla tərəfdən. müəllimlər də istəyir ki, indi siz özünüz də bir müəllimsiniz də. Müəllimlər də çox vaxt istəyir Ya, mən heç ki, beyni ixtisasda rahat da olsun. müəllim deyiləm. Mən normalda neft-qaz mühəndisiyəm. Yox da indi şirkət rəhbəri olaraq da belə o biraz zarafat yana danışası olsaq, hərəmiz özümüzə görə bir müəllim idi öz işimizdə. Amma məsələ nədir? O müəllim, yəni rəhbər istəyir ki, komanda qərar versin. Komanda da məsuliyyəti üzərindən götürür. Çünki heç bir əməkdaşa lazım deyil ki, sabah səhv eləsin. Müdirlə sonra inciklik yaransın arasında. Ona görə qınamıram. Davam eləyək, belədir. Belə də davam eləyək. Əsas odur ki, iş getsin. Ümumiyyətlə, baxın, sizə gəlib qapınızı döyürlər ki, deyirlər, bizə məsələn nə təklif eləyirsiniz? Orada bir parametrləri var da ki, siz nəyə əsasən nəyi təklif eləyəcək? Bu parametrlər nəyin üzərində qurulur? Məkanın, iqlimin, şəraitin, təhlükəsizlik tələbləri. Təhlükəsizlik tələbləri də burada çox şeydir o, məsələdir o biraz. Təhlükəsizlik qaydalarına görə də seçilir paltarlar. Məsələn, normal günlük normal ərazilərdə işləyən işçilərin standart bir parçaları var onların, istifadə olunan parçalar var, amma bir də var neft ərazisində və ya da yanğın əraziləri baş verəcək yerdə bunların artıq onların geyim tərzi onlara fərqli bir yanaşma göstərilir. Çünki onların tam fərqli bir geyim formaları var. Parçaları da tam fərqlidir, aksesuarlarına qədər. Amma qalan geyim sahələrində, geri qalan sahələrdə açıq havada işləyirlərmi? Çünki parçaların həmişə özəllikləri var. Fabriklərdən gələn standartlar var, verilən sertifikatlar var. Orada bildirilir yığılma, yuyulan zaman. İkinci, günəş asılığı deyirlər, yəni günəşə qarşı dözümlülüyü, sonra tərə qarşı dözümlülüyü. Yəni bunların hamısı bildirilir, parçaları. Biz də ona görə onu təyin edirik ki, bu sahədə uyğun olar, yoxsa yox. Ona görə bəzən kənardan çox rahat görsənir sizin işə. Bəli, yəni bu siz məsələn bu çox yaxın bir zamanda bunun çox ciddi bir problemini yaşamışdıq biz bir müştəri ilə. Yəni böyük bir sayda da ona bir geyim vermişik. İşçi heyəti təxminən bir 2000 nəfərin üzərində idi. Biz orada problem yaşadıq. Mən ona bildirdim ki, bu geyimi sən normalda bu işçiyə geyindirə bilməzsiniz dedim. Onlar da bildilər ki, yox biz bunu ağızdan geyinmək istəyirik və bu da geyiniləcəkdir. Yəni biz bunu doğru qərar olduğuna inanırıq dedilər. Nəysə formaları verdik. Parçanın ən çox rəngini dəyişən şey, geyimin ən çox rəngini dəyişən şey tərdir. İnsan təridir. Yəni birbaşa nəm olur deyə rəng dəyişir. İnsan tərində asit olduğu üçün o parçanın tərkibindəki boyaya təsir edir və onu bozartmağa başlayır. Yəni bunu heç kim diqqətlə. Bəzi yerlərdə olur məsələn. İlk dəfə eşidirəm. Orada da biz o problemi yaşamışdıq. Məsələn ona deyirəm yəni. Gətirdilər ki, bir 300-də yaxın harsa 300 civarında bir geyim gətirdilər ki, yox bunlarda qızarma və biz onlara baxanda gördük ki, eyni bu insan tərinin daha çox hansı tərəfindən oradan çox qızarmağa başlayıbdı. Və biz bunu fabrikdən, mən parçanı istehsal edən fabrikdən bunun yazısını da aldım və gətirdim göstərdim ki, həqiqətən də bu parçanın yüksək tərləməyə qarşı dözümlülüyü yoxdur. Amma bildirmişdiniz də onlara. Təbii ki bildirsin, amma bunu dediyimiz kimi də biraz əvvəl dediyimiz kimi bunu başdan bildirəndə bizə düşünürlər ki, yəni, bizim burada bir marağımız olur. Mənim üçün onun heç bir əslində bizim tərəfdən baxanda heç bir şey yox. Çünki mən bayaq da bildirdim ki, mən hazır geyim istehsal edirəm. Mənim üçün burada önəmli olan, yəni müştərinin bildirəcəyi narazılıq nə olar? Sökülməsi, loqoların əyri vurulması, aksesuarların düzgün yerləşdirilməməsi. Və bəzi hallarda bunu mən bəzi hallarda qəbul eləmirəm. Müştərilərimiz bizdən təkidlə bunu istəyirlər ki, siz lekalları da siz doğru verməlisiniz. Amma bu mümkünsüz bir şeydir bizim sahədə. Lekal nədir? Yəni ölçü. Hə, okey. Nəyə görə deyirəm? Məsəl üçün biz özümüzə görə bir ölçümümüz var. Yəni bir lekallarımız var yəni bizə görə. Müştərilərimiz əvvəllər başqa bir yerdən uniform alırlar və yaxud da ki özləri geyindikləri bir paltarlarına görə bir ölçü təyin edib verirlər. Sonra biz o problemi yaşayırıq və bunu bildirirlər ki, sizin ölçülərinizdə səhvlik var. Əslində bu belə bir şey yoxdur. Yəni bu dünyanın heç bir yerində də yoxdur. Biz bu günlərin dünyanın hansısa bir markalarını günlük geyim olaraq geyib alıb istifadə etdiyimizdə də onu tələb edə bilmərik ki, niyə bu markanın mən məsələn M razmerini geyinirdim, niyə bunun elini geyinirəm? Almalıyam mən. Bu sözü deyə bilmədiyimiz kimi uniformada da belə olmalıdır. Sadəcə olaraq biraz uniformaya zamanında o qədər belə qarışıq yanaşılıb ki, ona görə bugün tələb edirlər. Yəni gördüyümüz problemlərdən biri də budur ki, yəni bizə aid olan tərəflərindən demək istəyirəm. Yəni, mənə görə problem görmürəm, amma müştərilərimiz bu təkidlə bizim xətamız ola biləcəyini bildirildiklərinə görə, yəni müştərilərimizin xəttinə dəymirik. Maksimum dərəcədə
onların problemlərini həll etməyə çalışırıq. Ümumiyyətlə Kamran, nə olur olsun, yazılan və ya yazılmayan qanunlar bir tərəfə qalsın. Yəni mən hər zaman müştərilərimə 15 ildir satış sektorundayam. Yəni bu gün rəhbər də olsam, amma bu gün də satıram. Zaten bayaqlarım bildirdiyin kimi müəllim dedi, zarafat elədi, amma bu dünyada hamı bir müəllimdir. Çünki hamı öz bildiyi bacarığını birinə satır və ya birinə öyrədir. Nice. Yəni ona görə sözümü unuttum. Gəl sən sözünü xatırlayana qədər mən unutmadan nəyi deyim? Əziz dostlar, maşallah olsun Azərbaycanlı iş adamları, ümumiyyətlə Azərbaycanda yetəri qədər dəyərli dostlar var ki, onlar yollarını xaricdən salmaq istəyirlər, investisiya etmək istəyirlər, məsələn Dubaya. Kim Dubayda bir əmlak almaq istəsə və yaxud kim Dubayda iş qurmaq istəsə, elə sosial şəbəkədə ilk ağla gələn Instagramda Anar Dubay yazan kimi çıxacaq. Anar bəy yetəri qədər bu işin peşəkarcasını bilən dostumuzdur. Artıq 15-20 ildir ki, orada yaşayır və demək olar ki, Dubayın bütün nöqtəsini yaxşı bilir ki, harada perspektiv var, hara ölü zonadır, hara diri zonadır və A-dan Z-yə viza dəstəyindən tutmuş bank hesabının açılması, bütün xidmətləri və bütün dəstəyi sizə göstərir. Onun ki, xidmət deyil, artıq dəstəyi də özü Azərbaycanlı dostlarımızı. Yetər qədər məşhur olan 2088 Real Estate şirkətinin satış rəhbəridir Anar müəllim. Ölkə kodu 971-dir plusla. Bizdəki kimi düzdür arxası 50 775 73 37, yəni 7337. Təşəkkür edirik. Buradan da salamımız olsun bütün Dubaya. Və hər kəsə biz gözəl bir ev arzu edirik, gözəl bir mənzil, villa, gözəl ofis arzu edirik. Belə yerdə möhtəşəm dizayn ilə A-dan Z-yə bizə bu layihəni arzumuzu reallaşdırmağa kömək edən Arzena Design dəstək ola bilər. Arzena Design bu işin bütün mərhələlərində iş görür. İstər layihəyə uyğun mebel istehsalı, estetik və davamlı otaqlar, qapılar, gücləndirilmiş işıq qapılar və s. 10 illik təcrübə ilə Arzena Design hər işi özəl yanaşma ilə planlı və dəqiq görür. Nəticə göz önündə olur, görüntülərdən də görürük. Əlaqə nömrəsi 051 295 06 90. İşinin adamı davam edir. İşin adamı davam edir. Bizim qonağımız bugünkü efirimizdə işin adamı Coşqun Məmmədlidir, Uniq şirkətinin rəhbəri. Az öncə o maraqlı təcrübələrdən danışdı. Sizin işdə o qədər fərqli bizim bilmədiyimiz, nəzər yetirmədiyimiz maraqlı məlumatlar var ki, məsələn deyirsiniz, biz dedik, onlar etmədilər, amma insan təri səndimi rəngi qaçırdırmış. İlk dəfə işini bilmirdim. Belə maraqlı layihələrinizdən, icra etdiyiniz uğurlu-uğursuz, nə bilim, gülməli ağlamalı bir neçə layihənizdən danışan zəhmət olmasa çox maraqlıdır. Məsələn, bu layihədəki bütün işi biz görmüşük və yaxud da belə bir hal yaşandı. Şirkətin, qurumun adını çəkməsəz də olar. İstəsə çəkə də bilərsiniz. Yox, təbii ki biz belə deyim də, yəni fəaliyyət göstərdiyimiz, yəni Uniq, mən təxminən bir 10 ilə yaxındakı bu sektordayam, bu sahədəyəm. Amma Uniq şirkətini 2 il yarımdır ki, təsis eləmişəm. Bu müddətdə biz şəhərdə bilinən, tanınan, yəni hal-hazırda insanların istifadə etdiyi yerlər var ki, olan geyimlərini biz təmin marketlər olsun, yanacaq doldurma məntəqələr olsun, yəni bilinən məşhur yerlərdən deyirəm ki, geyimlərini biz veririk. Amma bizim iş həqiqətən çətindir və o sizin bildirdiyiniz, biz o istehsal prosesi müddətincə çox belə ağlamalı və gülməli situasiyalar yaşayırıq. Çünki bizim işdə model, rəng, aksesuar, nə bilim, formatı, hər şey biraz qarışıqdır. Nə deyim, yəni bunun danışası olsaq əslində burada çox zamanımız gərək burada olar. Zamanımız alır, amma ən çox ən çox sifarişçilər hansı sahədən olur sizdə şirkətdə? Bizim bank, restoran, logistika. İşimizin ən çətin tərəfi də zaten budur ki, biz istehsal tərəfində ən çətin tərəfimiz budur ki, düşünün ki, hal-hazırda deyək ki, bir restoranın bir sifarişi var, ora üçün bir aşbaz geyimi tikilir. O geyimin təhvili başa çatan kimi biz avtomatik keçirik məsəl üçün gödəkçə istehsalına. O bitməmiş keçirik artıq jilet istehsalına. Yəni bu da artıq işçilərin də sürətinə həm təsir edir, istehsal sürətinə təsir edir, həm də ki, yəni işin ağır tərəfi budur yəni. Ən ağır hissə nədir? Sürətli şəkildə geyimlər dəyişən, tikilən geyimlər dəyişilir. Yəni bir işçinin əli öyrəşənə qədər bunu başlayır və bu bitən kimi artıq yeni bir modelə keçir və bu uniforma sektorunun ən ağır tərəfidir. Normal günlük geyim istehsalçıları var ki, onlar heç məsəl üçün bir tişörtü götürür,
yəni 50 min ədəd, 100 min ədəd ya 300 min ədəd bunu istehsal edir durmadan. Artıq bilir ki, özünün bunun bir sahəsi var və ya da bir başqa bir model deyək, yəni amma günlük geyimdə istifadə edir. Amma uniform elədir ki, çox sürətli bir şəkildə dəyişir bu. Yəni biz bu sifarişi bir restorandan sifariş alırıq, ondan sonra keçirik başqa bir sifarişə. O tamam ayrı bir sektordur. Amma biz maksimum dərəcədə belə deyim, biz bir istehsalçı olduğumuz üçün bizim üçün tenderlər maraqlı. Biz əsasən tender əsaslı işləyirik, çalışırıq. Daha iri həcmli layihələr. Məsəl üçün SOCAR-ın müəyyən qurumları ola bilər, böyük marketlər şəbəkəsi ola bilər. Ondan sonra böyük mühafizə idarə şirkətləri ola bilər. Yəni biz bu şəkildə sifarişləri götürüb onların geyimlərini icra edirik. Aydındır. Xaricdə daha çox belə baxsaq sifariş sizcə hansı tərəfdən olacaq? Dövlət qurumlarından sizə, yoxsa tikinti sektorundan, restoranlardan? Dövlət qurumlarından xaricdə olanda, yəni bizim təmin edilmiş sifarişlərdən dövlət qurumları daha çoxdur. Avtoservislərdir. Bəzi hallarda ordunun da müəyyən bir hissəsi olur ki, ora üçün də geyimlər istifadə olunur, sifariş olunur. Amma biz normalda mən ordu geyimləri istehsal eləmirik biz. Yəni normalda biz o sektora biz girməmişik. Yəni böyük ehtimal ki, yəni elə bir fikrimiz də yoxdur. Yəni biz ordu geyimi istehsal eləmirik, amma orduda istifadə olunan müəyyən sektorları var ki, onların yəni kamuflaj formasında yox, yəni başqa cür formalardan istifadə edirlər. Onlara biz geyimlər istehsal eləmişik. Aydındır. Birazdan qısa fasiləmiz olacaq. Fasilədən öncə isə bir məqamı nəzərinizə çatdırım dostlar. Çekaz her zaman yanınızda, bir zəngə olar. Bəli, Çekaz hər zaman yanınızda, bir zəngi olar ünvanınızda deyib Çekaz şirkətinin fəaliyyətindən danışaq. Mobil printerlər olsun, ribonlar, qiymət kağızları, barkod etiketlər, stokda olmayan, ümumiyyətlə düşünürəm ki, onların bir məhsulu yoxdur. Yoxdursa da mütləq təmin edəcəklər. Biznesimizin güvənli tərəfdaşıdır. Çekaz əlaqə nömrəsi 702 12 32. Müraciət edə bilərsiniz Çekaza. Təşəkkür edirik və nəzərinizə çatdırmaq istəyirəm ki, hörmətli xanımlar və cənablar, bizim dəyərli qarşıdan yeni il gəlir. Həmçinin elə Black Friday həftəsidir. Demək olar ki, həmin dönəmdən gəlin tabak evindən yararlanın. Tabak evində böyük ölçüdə, məsələn 314 manatdan 188 manata düşən, onların xüsusi Arzum Airfrey təqdim etdiyi bir məqam var və kiçik ölçüdə olanlar 155-dən 93 manata düşüb. Həmçinin toz soranlar 155-dən 59 manata, saç düzləşdiricilər sadəcə 22 manatdan başlayır. Tələsin stokda sürət azalma gedir və əlaqə nömrəsi 050 985 66 61-dir. İşinin adamı davam edir. Əziz dostlar, hər vaxtınız xeyirli olsun. İşin adamı davam edir. Mən Kamran Yaradan Quliyevin təqdimatında xoş gördük hər birinizi bir daha. Bizi izləyən və dinləyənləri salamlayırıq. İşin adamı bugün bizləndir. İşinin adamı studiyadadır. İşin adamı studiyadadır. Coşqun Məmmədli bizdən birlikdədir. Unique Uniforma şirkətinin rəhbəridir. Adı da qəşəng şirkətin maşallah olsun, fəaliyyətdə qəşəngdir. Coşqun bəy, hər halda sizin də işinizdə tez-tez rast gəldiyiniz bir məqam var. Son anda verilən sifarişlər və normal zamanından daha gec verilən sifarişlər. Məncə hər uniformanın özünə uyğun bir hazırlama müddəti var da, sayına görə, formasına görə. Biraz o dərddən danışaq. Onun həqiqətən doğru bildiyin ki, Kamran, bəqi bir dərddir. Bizdə sifarişləri zamanında hazırlanmır, yəni daha doğrusu sifarişlər zamanında keçilmir bizə tərəf. Bu şirkətlər bunu tam başlayırlar danışıqlarına. Normalda qış geyimləri artıq belə deyim də 5-ci, 6-cı aydan planlanmaya başlanmalıdır. Ən gec 7-ci aydan sifariş verilir. 9-cu ayın sonuna qədər sifarişlər alınmalıdır. Bizdə amma bu proseslər gedir. 9-cu ayın ortasından sonra artıq müştərilərimiz başlayır sifarişləri verməyə, misal qış geyimlərində. Ondan sonra da artıq bir yükləmə başlayır və ondan sonra sifarişlərimiz niyə gecikir prosesi başlayır. Biz indi bizim işimiz bu olduğu üçün biz məcburuq ki, müştərilərimizə geri çevirə bilmirik. Müəyyən qədər sifarişlərimizi almalıyıq. Və bundan sonra proses başlayır, ağrı proses başlayır istehsalatda.
ki bunun bir mərhələsi var da, planlama olunur, bunun xammalı hazırlanır, parçası hazırlanır, bu gedir kəsimə, kəsimdə bir zaman, ondan sonra gəlir tikiş istehsal sahəsinə, artıq istehsala başlanılır, ondan sonra buradan çıxır və onun üzərinə düymələnməsi, nə bilim, başqa prosesləri, ondan sonra ütü və paket prosesi dəyərkən iş biraz uzana gedir və bunu bildirim ki, bəzən müştərilərimiz deyirlər ki, yəni burada sifarişi alarkən deyir ki, hə də formada zakaz verdim, bunu gətir. Amma bunun arxasında həqiqətən nə çox böyük bir prosesin dayandığını mən bildirmək istəyirəm. Yəni bunu bildirim ki, biz sifariş versən bunun arxasında 40-50 nəfərlik bir insanın yəni əziyyətinin, bir zamanının ayrılaraq hazırlandığını yəni bildirmək istəyirəm. Yəni çox çətin və əziyyətli bir prosesi var əslində. Çox incə biz bunu detallar sevsək də bizim işimizdir, biz bunu sevirik, biz bunu sevərək edirik. Amma incəliklər çoxdur. İncəliklər çoxdur və bəzən müştərilərin başlayır ki, biz yerin sifarişini hazırlayırıq. O müddətdə başqa bir yerdən sifariş gəlir. Müştəri bildirəndə ki, biz bunu sizə 40-45 gün müddətində verəcəyik. Burada nə var ki, deyir, siz deyir, biz sizdən deyir 300 dənə deyir gödəkçə istəmişik də, yəni burada və ya da biri gəlir ki, biz sizdən 1000 dənə gödəkçə istəmişik də. Amma təsəvvür edin ki, istehsal prosesindədir, bir işçi işi görür, amma bu anda gəlib deyirsən ki, sən bunu saxla, falan müştərimiz var, o tələsir, bunun işini sala. İnanın ki, bunu bir dəfə bir müştərimizə göstərmişəm mən. Çağırdım, dedim, gəl istehsalda dur, mən tapşırıq verəcəm ki, bu istehsalı dayandırın, sizin sifarişinizə keçiləcəkdir. O prosesin onun istehsalına keçməsi üçün 3 saat yarım orada vaxt getdi. Ondan sonra onun istehsalına başladı və bildirdim ki, sənin işini bitirdikdən sonra biz bir 3 saat, yəni bu da bir gün prosesin tam dəyişməyi deməkdir. Yəni o qədər, çünki orada iynələr dəyişir, saplar dəyişilir, işçilərin yerləri dəyişdirilir biz konveyor sistemində işlədiyimizə görə. Və bunu gördükdən sonra müştəri artıq inandı ki, dedi, mən bir də heç bir zaman dedi istehsal müddətində yəni heç bir şey, yəni mən özüm deyir ona razı olmaram ki, bunu dəyişsinlər. Onun çətinliyini gördükdən sonra. Əməli çətin sahədir. Bir də məsələn var alova davamlı geyim və yaxud başqa nəyə davamlı xüsusi kateqoriyalar olur uniformalarda? Suya davamlı olur, kimyəvi maddələrə davamlı olur, oda davamlı olur. Siz bir də bu materialı götürürsüz, alırsınız da parça olaraq mı? Parça olaraq, bəli. Bunlar böyük sifarişlərdə istifadə olunur. Onun parçasını biz alırıq. Çünki o bahalı, yəni kifayət qədər bahalı bir parçada olar. Onları sadəcə sifariş əsnasında alıb gətirib ondan sonra istifadə edirik. Yəni biz stokumuzda saxlamırıq bunu. Məsələn, müəyyən parçalar var ki, o stokumuzda olur. Məsələn, uniformalarda istifadə edilmiş parçalar ki var. Onlar bizim stokumuzda, yəni əsas rəngləri, yəni çox böyük bir miqdarda var bizim stokumuzda. Amma o tip parçaları biz sifariş əsnasında gətiririk. Çünki onun standartları da var. Bəzi yerlər, məsələn, sokarın bəzi belə deyək də, Azərbaycanda biz sokarı bilirik. Çünki neft ərazisindən çox istifadə olunur. Onların məsəl üçün özlərinin hamısının işlədiyi yerə görə tələbləri var. Qismən oda davamlı, tam oda davamlı. Onun qisməni də var. Qisməni də var, bəli, təbii ki. Hətta mən sizə bunu deyim ki, məsəl şeylərdə yanğın söndürənlərin forması amma tamam ayrı bir şeydir. Onlarda ümumiyyətlə başqa dünyada. Bu oda davamlı dedikdə bir də bunu da qeyd edeyim ki, yəni yanmaz deyilən bir şey yoxdur. Yəni adı üstündə oda davamlı. Bəzi müştərilər deyir ki, biz buna deyir yandırsaz fiska ilə deyir bu yanmayacaq. Deyirəm ya, elə bir şey yoxdur. Yəni sadəcə olaraq alışma vermir. Yəni o əriyib axır ki, oda dəyəndə o əriyib axır. Yəni o onun üçündür ki, bir qəza halı baş verdiyində yanan ərazidən işçi qaçaraq uzaqlaşa bilsin. Sadəcə bu ona biraz zaman tanınır. Amma bir dənə bu çox elə bilir ki, belə dayansa da orada heç nə. Amma bir dənə bu yanğın söndürənlərin palp geyimləridir ki, onlar xüsusi olaraq hazırlanır. Onlar bəli, yanğının içində olsalar uzun müddət dözə bilirlər. Amma onu da testdən keçirildiyi zaman görünür ki, əslində tam oda davamlı geyimlər var, yanmır həqiqətən də. Amma o bədən o qədər qızır ki, o bədən ona dözə bilməz, yəni o istiliyə. İçəri isti vurur da, yəni onun qarşısını ala bilmirlər. Yəni indi son zamanlar qarşıma çıxmışdı, bir dəfə bir sərgidə görmüşdüm. Onun üzərində çalışırdılar ki, artıq yansa belə içəriyə də o istini ötürməsində, yəni onun üzərində çalışırdılar. Yəqin ki, onu da artıq zaten texnologiya inkişaf edir, yəni böyük ehtimalda ki, onu da istehsal edəcəklər, yəni elə bir parçada. İnşallah hər halda bundan deyil, ilk sizin xəbəriniz olacaq. İnşallah. Biz sona doğru yaxınlaşırıq. Hansı sualı özünüzə vermək istəyərdiniz? Hansı məsələyə toxunmaq istəyərdiniz efirdə?
Bəzən bu mən ən çox düşündürən bir şeydir ki, müştərilərimiz kənardan bizi necə görürlər. Bəzi hallarda Rahat, bəxtəvər. Nə var ki Bəxtəvər. sizin işdə? əsas Nə deyə qardaş, 3 dənə Üç düymə dənə, üç dənə. qoyursunuz orada, bir dənə də qırandan ən çox da birisi nədir? İstehsal prosesidir. İnsan əməyinə bağlı bir sahədir bizim sahə. Müəyyən sektorlar var ki, orada hansı avadanlıqlardan işlədir. Düzdür, bizim sektorda artıq var. Biz də bunların üzərində gedirik artıq. Amma hal-hazırda ən çox insan əməyi olan sahələrdən biri tekstil sahəsidir. Ən xırda bir nüansda, bir gözdən qaçmada geyimlərdə problem yarana bilir. Müştərilərimizə bəzən məhsul satışı olan zaman ki, mən ən xoşlamadığım şeydir, müştərilərə ki, təsəvvür edin 50 nəfərin gözünün qarşısından keçən bir geyim müştəridə gedib bir problemlə üzləşib bizə geri qayıda bilir. Yəni bəzən müştərilərimizin gözündə baxıram özümüzə, düşünürəm ki, onlar görəsən bizim haqqımızda nə düşünürlər, bizə o anda nələri demək istəyirdilər də ki, yəni bu necə bu geyim gəlir. Yəni mən məsələn bu nüansı heç vaxt istəmirəm də. Yəni maksimum dərəcədə geyimlərin üstündə dururlar, amma sadəcə nəzərə alınmalı lazımdır ki, yəni bu insan əməyinə bağlıdır. Ola bilər ki, gözümüzdən yayınan, gözümüzdən qaçan, nə bilim, hər hansısa bir boşluq da ola bilər, xırda da olsa olur. Biz maksimum dərəcədə çalışırıq ki, keyfiyyətli şəkildə xidmət göstərək. Bununla bağlı da bildirmək istədiyim o idi ki, yəni bunu nəzərə alsınlar ki, biz maksimum dərəcədə onlara ən yüksək səviyyədə keyfiyyətli bir geyim təmin etmək istəyirik. Amma bizdən asılı olmayan səbəblər də var. Yəni bunu nəzərə alsınlar və bir dənə də məsələni demək istəyirəm ki, yəni bu hallar da belə baş versə, bu mənim həmişə dediyim bir sözdür. Bugün burada da deyib izləyicilərimizə bildirmək istəyirəm ki, biz geyim satmaqdan bu demək deyil ki, biz geyimi satdıq, pul qazandıq. Bu belə bir şey yoxdur. Bizim müştəri pul ödəyən tərəfdir, biz pul alan tərəfik və bizim bir-birimizin üzərində hər zaman bir haqqımız yaranır. Və mən heç zaman bunu o şəraiti yaratmaram ki, yəni ki, bizim müştərinin haqqı bizim üzərimizdə qalsın. Yəni bizə hər bir halda geri dönüş eləyə bilərlər, hər bir şey bizə nüansı, nöqsanı bildirə bilərlər və mən 24 saat özüm şəxsən, yəni onların bildirdiyi hər şikayət üzrə gəlib yerində cavab verməyə hazıram. Yəni. Əhsən, nə gözəl. Və belə, əziz dostlar, Uniq şirkətinin rəhbəri Coşqun Məmmədli bizlə birlikdə idi. Bir daha məlumatlar verək, əlaqə nömrələrimizi xatırladaq, zəhmət olmasa. Buyurun, Coşqun müəllim. Çox sağ olun Kamran bəy. Maraqlanmaq istəyənlərə bir dəstək olar. Maraqlanmaq istəyənlərə də bildirmək istədik ki, bizə uniq.az saytından və ya da Uniqin Instagram, hətta TikTok, Facebook səhifələrindən bizə yaza bilərlər, mağazamıza yaxınlaşa bilərlər. Ağşəhər Mərkəzi Bulvar 5 küçəsində yerləşən showroomumuz var. Gəlib bizim geyimlərlə də şirkətimizlə də orada ətraflı tanış ola bilərlər. Əlaqə nömrələrində siz zaten hər rəkişdə bildirirsiniz. 516 051 ilə 516 53 33 və 516 43 33 nömrəsi ilə əlaqə saxlayaraq da ətraflı bizim satış nümayəndələrimizdən məlumat ala bilərlər. Amma Uniq deyəndə İngilis Uniq kimi, yəni Uniq deyil. Yəni Azərbaycan Y-sı, Uniq belə də yazın və özünüzü, şirkətinizə, əməkdaşlarınızı qoruyun. Həftəlik efirimiz yekunlaşdı. Mən Kamran Yardanquliyevin təqdimatında qismət olsun gələn həftə yenidən eşidilərik. Coşqun müəllim, bir daha təşəkkürlər. Çox sağ olun, minnətdarım. Hər birinizə həftə sonudur, zehni hüzur arzu edirəm. Bu günlük və bu həftəlik. İşinin adamı bitti.